Salam, hər vaxtınız xeyir olsun. Bu dərsimizdə PS, OUGH, AUGH və EA hərf birləşmələrini öyrənirik. PS hərf birləşməsi sözün əvvəlində gəldikdə P oxunmur, S, S olaraq oxunur. AUGH və OUGH hərf birləşmələri hər ikisi də AF olaraq oxunacaqdır. PS sözün əvvəlində gəldikdə P oxunmur, ancaq S oxunur, yəni P səssiz qalır. AUGH və OUGH hərf birləşmələri AF kimi oxunur. Başlayaq PS hərf birləşməsindən. Baxırıq, bütün söz nümunələrində PS hərf birləşməsi sözün əvvəlində gəlmişdi. Oxuyarkən S-dən başlayırıq. P oxunmayacaq. Psycho, psychiatrist, psalm, psyche, psychology, psycho. Baxın, bu sözdə CH hərf birləşməsi ç olaraq oxunmur. Biz öyrənmişdik CH ç kimi oxunur. Burada olan sözlər əsasən alınma sözlərdir. Yəni, ingilislər başqa dillərdən götürüblər bu sözləri. Ona görə həmin götürdükləri dilin qanununa uyğun səsləndirirlər və belə olan halda CH K kimi səslənəcək. İstisna hallarda belə olur, amma əsasən öyrəndiyimiz kimi, yəni əvvəlki dərslərdə necə öyrənmişdik, CH Ç kimi oxunur. Kursumuzun artıq sonuna az qalıb. Son dərslərdə bütün qaydaları ümumi təkrar edərkən hər qaydaya aid istisnalar göstəriləcək sizə. İstisna nümunə sözləri görəcəksiniz. Psycho, psychiatrist, psalm, psyche, psychology. AUGH, OUGH AF olaraq oxunur. Söz nümunələrinə baxaq. Cough, tough, enough, laugh, laughter, rough. Cough, OUGH AF olaraq oxuduq. C hərfi isə K kimi oxunacaq. Çünki qızıl hərflərin heç biri gəlməyib C-dən sonra. Cough, tough, enough, laugh, laughter, rough. İndi isə EA hərf birləşməsinə baxaq. Bu hərf birləşməsi ingilis dilini yeni öyrənən tələbələrdə ən çox çaşqınlıq, çətinlik yaradan hərf birləşməsidir. Niyə belə deyirəm, yəni çətin olması ilə bağlı? EA hərf birləşməsi 3 müxtəlif səs verir. Uzun i, bəzi sözlərdə E kimi oxunur, bəzi sözlərdə E kimi oxunur. Və çətinlik orasındadır ki, heç bir xüsusi qayda yoxdur. Yəni, nə vaxt EA hərf birləşməsini I kimi oxuyaq, nə vaxt E kimi oxuyaq və ya nə vaxt E kimi oxuyaq, buna aid xüsusi bir qayda yoxdur. Fonetika kursunu bitirdikdən sonra siz ingilis dilini öyrənməyə başladıqda artıq belə deyək, qaydalar, sözlər, qrammatika, cümlə quruluşu, yəni danışıq dərslərinə siz başladıqda sözləri öyrəndikcə artıq yadınızda qalacaq və sizdə bir növ vərdiş əmələ gələcək. Yəni bu hər kəsdə belədir. Dili öyrənməyə başladıqdan sonra sözü öyrənərkən artıq avtomatik olaraq biləcəksiniz ki, hansı sözdə EA hərfini hansı səslə oxumalısınız, səsləndirməlisiniz. Beach sözündə EA uzun i kimi səslənir. Bread E kimi olacaq. Bread. Break sözündə E kimi olacaq. Yəni, heç bir xüsusi qayda yoxdur. EA hərf birləşməsinin hər 3 səs kateqoriyasında söz nümunələrinə baxaq. Uzun i kimi olanda meat, seed, beat, A kimi olduqda steak, great, break və E kimi səslənir. Bread, head, dead. Məndən sonra uca səslə təkrar edin. Meat, seed, beat, steak, great, break, bread,
head, dead. Tələbə dili öyrənməyə başladıqda, yəni sözləri əzbərlədikdə, misal üçün bread sözü çörək deməkdir. Və sözü öyrəndiyində, yəni yeni söz kimi öyrəndikdə bread olaraq yadında saxlayır və bu sözü başqa yerdə gördükdə avtomatik E kimi oxuyur. Bu artıq insan beyninin öz xüsusiyyətidir. Yəni öyrənir və o formada da tətbiq edir. Meat ət deməkdir. Sözü öyrəndikdə artıq tələffüzünü də öyrənən tələbə bu sözü gördükdə artıq EA hərf birləşməsini avtomatik olaraq I kimi oxuyacaqdır. Meat. Break. Break sındırmaq, qırmaq mənasındadır. Break. Sözü tələbə öyrənir və break olaraq yadında saxlayır və bu sözü hardasa gördükdə, yəni ona qarşısına çıxdıqda break kimi avtomatik olaraq oxuyacaqdır. Yəni sırf belə qaydalarda, yəni çətin hərf birləşmələri bu formada həll oluna bilər ancaq. Yəni sözü öyrəndikcə onun tələffüzü yadda qalır və beləliklə problem həll olmuş olur.